restoranda müştəri azalan ki, mətbəxdən bilirlər. Yəni mən özüm şef pover işləyirəm. Yəni tutaq ki, orada heç kim ofisiantı günah axtarmır, heç kim başqa şeydə günah axtarmır. Əgər restoran məsələn tutaq ki, bir ay ərzində 100 min alver eləyirsə, səhər üçün o birisi ay 80 min eləyirsə, sırazu günahı mətbəxdə axtarırlar. Ki, görürsən mətbəxdən yeməklər yaxşı. Onun üçün də nə qədər zakatovkanız yaxşı olsa, nə qədər arxa planınız yaxşı olsa, onda işiniz yaxşı gedəcək. Məsələn, adi bu filə səliqəli formada təmizləyirsiniz, yığırsınız şefin dişlərə, streçləyirsiz, qoyursunuz. Sıraz əlinin altında fikirləşmirsən ki, sən bunda sümük var, olar, olmaz. Yəni rahat da arxayın verirsən. Amma Allah uzaq eləsin, bir dənə balaca sümük çıxsa, o aləm dəydi bir-birinə. O müştərilər biraz titiz oradan, buradan falan. Yəni indi vururlar mətbəxin üstünə, bunu sizə ödəməlisiniz falan. Yəni mən sizə burada mətbəxdə gedən prosesi başa salmaq istəyirəm. Evdə tutaq ki, mamaya yemək bişirim, qohum yemək bişirim, bibimə yemək bişirim, belə bir şey yox. Yəni onu mənim mamam məndən yaxşı yemək bişirir. Yəni mənim belə bir sıfatım, nənəm məndən yaxşı yemək bişirir. O yaxşı yemək bişirmək başqa bir şeydir. Nə qədər dadlı yemək bişirən adam olsa mətbəxdə hər adam işləyə bilməz. Yəni mən sizi istəyirəm ki, mətbəxi başa salın. Yəni mətbəxin arxa planı başa salın. Sabah üçün siz hansısa restoranın qapısını deyəndə deyəsiniz ki, rahat işləyəsiniz. Desələr ki, filə deyəsiniz qardaş, yeyirsən, gözlə bunun təmizliyini sonra qoyun. Yəni bu belə olmalıdır. Çox